Bakıda daha bir dəhşətli hadisə baş verib. 9 yaşlı bir qız anasının 37 yaşlı sevgilisi tərəfindən dəfələrlə cinsi zorakılığa məruz qalıb. Xəbəri Qafqaz Info az saytı yazıb və xəbərə görə 37 yaşlı kişi 9 yaşlı qızı dəfələrlə zorlayır. Lakin qız qorxusundan anasına bu haqda məlumat verə bilmir. Günlərin bir günü ana evə gəlib görür ki, kişi yenə onun qızına təcavüz edir. Bunu görən ana bıçaqla bu kişiyə zərbə endirir, kişini bıçaqlayır və beləcə hadisə məhkəmədə yekunlaşır. Məhkəmə hökmünə görə kişiyə 16 il həbs cəzası verilir. Qadına da bir cəza verilir, amma bu həbs cəzası olmur o kişini bıçaqladığına görə. Nəyi qeyd etmək istəyirəm? Bu nə ilk hadisədir, nə də son hadisədir. Dəfələrlə bu haqda biz məlumat yazmışıq, paylaşmışıq. Ey analar, övladı olan analar, diqqətli olun. Uşaqlarınızı yad bir kişinin evinə aparmayın. Yad kişini uşağınız olan evə gətirməyin. Ona görə də əziz izləyicilər, əgər bu cür hadisələrin şahidi olursunuzsa, bilirsinizsə ki, misal üçün qonşunuzda, qohumunuzda hansısa bir uşaq atalığı tərəfindən, yaxud anasının sevgilisi tərəfindən, yaxud hər hansı bir şəxs tərəfindən cinsi zorakılığa məruz qalırsa, qorxmayın, polisə müraciət edin, narahat olmayın. Polisə müraciət edərək adınızı da soyadınızı gizli saxlaya bilərsiniz. Və üzümü buradan analara tutub demək istəyirəm. Baxın, daha neçənci uşaq bir ananın kişi həvəsinin qurbanı olacaqdır. Daha neçə qız atalığı yaxud anasının sevgilisi tərəfindən cinsi təcavüzə məruz qalacaqdır. Belə yazanda da deyirlər ki, cavan adamam, yeni boşanmışam, ömrümün axırına qədər tək mi qalım? Xeyr, mən demirəm ki, cavan qadınlar ömürlərin axırına qədər tək qalsınlar. Həyatlarınızda kimsə ola bilər. Amma övladlarınızı yad kişinin evinə aparmayın. Yad kişini övladlarınız olan evə gətirməyin. Baxın, mənim demək istədiyim budur. Çünki heç kəsə güvən yoxdur, heç kəsə etibar yoxdur. Sən qızını, 7 yaşında, 6 yaşında qızını qoyub çıxıb işə gedirsən. Sən bilmirsən o kişi evdə o uşağın başına nə oyun açır. Və bəlkə də bugün hazırda Azərbaycanın hansısa yerində elə bu saat hansısa bir uşaq bəlkə də atalığının yaxud anasının sevgilisi tərəfindən cinsi təcavüzə məruz qalır. Və illərlə məruz qalırlar, susurlar, danışmırlar, deyə bilmirlər. Təsadüf nəticəsində bu cür üzə çıxır belə hallar. Bir də o uşağın yıxılan dünyasını düşünə bilirsinizmi? O uşağın paramparça olan həyatını düşünə bilirsinizmi? Lap o kişiyə bundan sonra 16 il yox, 56 il həbs cəzası verdilər. Sənin balana olandan sonra bu nəyin nəticəsini dəyişəcək ki? Ona görə övladınızı kişilərə qurban verməyin.